Değerli izləyicilər, yanvar ayının 6-sı bir xəbər diqqətinizə çatdırmaq istəyirəm. Xəbərin başlığı belədir. İcra başçısı Leyla xanımın hədiyyəsini mənə vermir. 2019-cu il avqustun 6-sında Binəqədi rayonu 7-ci mikrorayonda uşaqlar üçün nəzərdə tutulmuş parkın açılışında Leyla xanım Əliyeva ilə görüşdüm. Həmin vaxt yanımda 10 yaşlı Zeynəb var idi. Leyla xanım soruşdu ki, anam, məndən nə istəyirsən, necə kömək edeyim? Mən isə xahiş etdim ki, atasız 2 nəvəmə 2 otaqlı ev istəyirəm. Həll edərik dedi və qolundakı bilərziyi çıxarıb nəvəmin qoluna taxdı. Çox sevindim, ancaq təəssüf ki, bu sevincim çox çəkmədi. Bu sözləri Binəqədi rayon icra hakimiyyətinə şikayətçi olan 68 yaşlı Ülkər Abulova Baku Posta açıqlamasında deyib. Həmin gün axşam mənə 050-214 və gerisi verilməyib telefonun. Bu nömrədən Kənan adlı bir kişi zəng etdi və dedi ki, 2 gün ev axtarıb yerini deyin, mən gəlib baxıb pulunu verəcəm, xanımın tapşırığıdır. Mən 2 gün axtarıb